soyuq şoku dediğimiz bir effekt var ki, nedir bu? İsti havadan soyuq havaya keçdiyimizdə bizim damarlarımıza ciddi şəkildə daralma gedir və bu da bizim təzyiqimizin yüksəlməsinə, kəskin baş ağrılarının olmasına gətirib çıxarda bilər. İnfeksiya mənbəyi tərəfindən demək olar ki, çox təhlükəli bir avadanlıqdır. Belə ki, onun tərkibində xüsusən də filtri dəyişməmiş kondisionerlərin tərkibində bakteriyaların, infeksiyaların miqdarı həddindən artıq çox olduğunda onlar insanlara tənəffüs yollarına daxil olaraq ciddi şəkildə tənəffüs yolu infeksiyalarına qədər gətirib çıxarda bilər. Həkim deyir ki, kondisionerin fəsadları ilə üzləşməsinlər deyə bəzi xəstələrin bu məsələyə daha ciddi yanaşması vacibdir. Eyni zamanda ürək qan damar sistemi xəstəlikləri, arterial hipertenziyadan əziyyət çəkən insanlarda kondisionerləri istifadə edərkən mütləq diqqət etməlidirlər. Diqqət etməsi gerəkən şeylər nələrdir? Birinci növbədə kondisionerlərin baxımı yerində olmalıdır. Artıq yay aylarına girdiyimizə görə mütləq kondisionerlərin filtrləri dəyişdirilməlidir, baxılmalıdır və daimi olaraq kondisioner olan bir otaqda oturmamaq lazımdır. Mütəmadi olaraq kondisioneri yandırıb söndürmək vacibdir və sadəcə kondisionerin havası ilə deyil, eyni zamanda pəncərələri açaraq da normal havanın da otağa girməsini təmin olunmalıdır. Evin temperaturundan çölün temperaturu arasındakı ciddi fərqləri nəzərə alarsak, otağın temperaturunu kəskin soyutmamaqda tövsiyə olunan qayda vardır.